Bismillahirrahmanirrahim. Bəzilərinin qara bayram adlandırdıqları anlayış İslam dilində varmı? Bizdə belə daxı. Süfrə açılır, molla çağırılır, bəzi bölgələrdə hətta iftar süfrəsi güya açılır və bunu qara bayram adlandırırlar. Güya bununla ölülər yad olunur. Bəs belə bir anlayış dinimizdə varmı? İslam dininə görə bu nə dərəcədə doğrudur? Yaxud kiminsə yaxını vəfat etdikdə həmin il Ramazan bayramını qara bayram adlandırır. Bu doğrudurmu? Təbii ki, İslam dinində bu adda bayram mövcud deyil. Yoxdur belə bir bayram. Xüsusilə də Ramazan kimi müqəddəs bir ayın, bayramın qara bayram adlandırılması qəbul olunmazdır. Ramazan bayramı İslam dinində mövcud olan iki böyük bayramlardan biridir. Həmin günləri də uca Allah bizlər üçün bayram olaraq seçib. Həm Ramazan bayramını, həm də Qurban bayramını. Həmin bayramlarda müsəlmanlar sevinir, bayram edir, bir-birlərini təbrik edirlər. Uca Allahdan tutduqları orucuların və etdikləri ibadətlərin qəbul olunmasını diləyirlər. Belə bir möhtəşəm bayramı qara adlandırmaq olarmı? Təbii ki, müsəlman olan kəs belə eləməz. Yalnız dinimizi və dəyərlərimizi gözdən salmaq məqsədi güdənlər bunu edir. Cahil və savadsız insanlar da bunu adət adlandıraraq fərqinə varmadan buna riayət edirlər. Deyərlər ki, biz dədə-babadan belə görmüşük. Yaxşı, bəs dədə-baba səhv edibsə, onda necə? Necə ki, Əl-Bəqərə surəsinin 170-ci ayəsində Rəbbimiz buyurur ki, onlara Allahın nazil etdiyinə tabe olun deyildikdə, xeyr, biz atalarımızın tutduğu yolla gedəcəyik deyirlər. Bəs ataları heç bir şey anlamamış və doğru yolda olmamışlarsa, onda necə? Bu cür əməllərdən insan gərək çəkinsin. Çünki bir əməli ki, uca Allah və onun Peyğəmbəri buyurmayıb, sən isə bunu edirsən, bununla sən ancaq öz günahlarını artıra bilərsən. Həmçinin gedirlər qəbirstanlığa, məzarların üstünə yemək, şirniyyat, konfet və s. qoyurlar. Axı bu israfdır, günahdır. Məgər ölü qalxıb həmin yeməyi yeyəcək? Ondansa get kasıblara, yoxsullara ver, qoy yesin, sənin üçün də dua eləsin. Niyə israf eləyirsən axı? Allah israf edənləri sevməz. Uca Allah Quran-ı Kərimdə buyurur ki, İnnəl mübəzzirinə kənu ixvanə şeyatin. Şübhəsiz ki, israf edənlər şeytanların qardaşlarıdır. Ona görə də bu kimi əməllərdən, qara bayram sözündən çəkinmək lazımdır. Yoxsa sənə elə gələ bilər ki, sən yaxşı iş görürsən, savab qazanırsan. Qiyamət günü isə gəlib görəcəksən ki, həmin əməllərin hamısı puç olub. Bunu mən demirəm. Uca Allah Quran-ı Kərimdə Əl-Kəhf surəsinin sonunda deyir ki, o kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxır. Çünki onlar özü-özlüyündə yaxşı işlər gördüklərini gümanında idilər. Sonra da buyurur ki, qiyamət günü biz onlara əhəmiyyət verməyəcəyik. Ona görə də insan bir əməli edəndə gərək baxsın ki, İslam dinində bu əməl doğru sayılır, yoxsa yox. Sayılırsa elə, sayılmırsa tərk elə.